Aha da yenə belə bir sual var. Xəbərim yox idi. Yox. Kimsə yazıb. Kimsə yazıb bura qaçıb. Hə, yəqin ki, həll eləməyimizi istəyir. Buraxılışda rastlaşa bilərsən. Hansı tip suallar? Biraz çətin tip sual kimi gedə bilər. Buraxılış üçün, blok üçün demirəm. Deməli, nə verib, nə istəyir? ABC üçbucağı verib, C bucağı 90 dərəcədir. AC bərabərdir C-dir. Bax, bununla bu bir-birinə bərabərdir və 12, 12-dir. Aha da sonra BD 2-dir. Bizdən soruşur AD-ni. Mən bunu necə həll edə bilərəm? Necə həll edə bilərəm? Bu bərabər yanlış söhbətindən yəqin ki, istifadə eləməliyəm burada. Belə fikirləşirəm, bir şey çıxmır. Buradan belə bir xətt çəkərəm. Buradan belə bir perpendikulyar çəkərəm. Belə bir perpendikulyar çəkərəm. Görürsən? Belə bir perpendikulyar çəkəndən sonra bura H desəm, burada alınan parçaların hər birinə, bax, burada alınan parçaların hər birinə X deyə bilərəm. Bax, buna da X, buna da X deyə bilərəm. Nəyə əsasən? Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm tənbölən, həm median, həm də hündürlükdür. Düzdürmü? Buna da bir H desəm, Pifaqor teoremini bura tətbiq eləyə bilərəm. Yəni 12 x-in kvadratı üstə gəlsin h-in kvadratı bərabərdir 12-nin kvadratına. Gəl buradan yazaq. X-in kvadratı üstə gəlsin h-in kvadratı bərabərdir 12-nin kvadratı. Düzdürmü? Digər tərəfdən başqa necə Pifaqor teoremini tətbiq eləmək olar burada? Başqa belə tətbiq eləmək olar ki, aha, necə tətbiq eləmək olar? 12x, aha, indi bir də belə tətbiq eləmək olar. Düzbucaqlı üçbucaqda Pifaqor teoremi yox, başqa şey. Düzbucaqlı üçbucaqda metrik münasibətdən bu düzbucaq təpəsindən hipotenuza çəkilən hündürlük də axı m-də. Bu hündürlüyün kvadratı nəyə bərabərdir? Hipotenuzu böldüyü hissələrin hasilinə. Yəni h-in kvadratı bərabərdir. X vurulsun x plus 2. Yəqin ki, yadına düşdü. Mənim də birdən yadıma düşdü. X plus 2. Olarmı? Olar. Düzdürmü? Hə, indi burada ikisində də h kvadratı var. Onda buradakı h kvadratının əvəzinə bunu yazmaq olar. Bax, x kvadratı üstə gəlsin. Buradakı h kvadratının əvəzinə bunu yazıram. X vurulsun x plus 2 bərabərdir 144-ə, yəni 12-nin kvadratına. Gözəl. Nə edirəm burada? X kvadratı, bir dənə də x kvadratı plus deməli 2x minus 144 bərabərdir 0-a. Deməli 2x kvadratı plus 2x minus 144 bərabərdir 0-a. Hamısını 2-yə bölsəm, x kvadratı üstə gəlinsin, x çıxılsın 72 bərabərdir 0-a. Düzdürmü? Bunun da kökləri x1 Viet teoreminə görə bərabərdir -9-a, x2 də bərabərdir 8-ə. Çünki -9-u 8-ə vuranda 72 mənfi, toplayanda -1, buraya yazanda müsbət 1. Təbii ki, məsafədən söhbət gedirsə bu mənfi ola bilməz. Onda x-miz 8-dir. Biz nəyə axtarırdıq? AD-ni axtarırdıq, düzdürmü? AD nəyə bərabərdir uşaqlar? 2x-ə bərabərdir. X-i də 8 tapdığıma görə 2 vurulsun 8 bərabər olacaq nəyə? 16-ya. Deməli, AD nədir? AD 16-dır. Belə. Məncə maraqlı sual idi. Yox, biraz da hələ düşündürdü bizi. Həllinə səndən bir yerdə baxdım. Kimsə yazıb getmişdi. Mən xəbərim yoxdur, yox. Kimsə yazıb getmişdi. Yəqin ki, həll eləyə bilmir. Biz həll elədik. Belə. İzləmədə qal, kanalımıza abunə ol, bizi dəstəklə, rəy yaz, hansı tip suallar istəyirsən yaz. Baxaq həllinə səndən bir yerdə. Maraqlı həllər olsun. Sağ ol.